Elçin müəllim, xoş gördük. Xoş gördük Tural. Keçən dəfə sizin əhvalınızı soruşduq. Dünyada və ətrafımızda baş verən hadisələrdən dolayı o qədər də müsbət cavab eşitmədik sizdən. Bugün necəsiz? Yox, yəni bir elə şey dəyişməyib, eyni şeydir. Hələ üstünə indi dünya qalsın qırağa, daxildəki xoşa gəlməz hadisələr də gəlir. Amma bu işte o demək deyil ki, biz bədbinləşməliyik. Yox, elə bir şey yoxdur. Haqlısınız. Amma təəssüf ki, gündəmimizi məşğul edən məsələlər o qədər nikbin olmağa da imkan vermir. Məsələn, ötən həftə ölkə daxilində ən hayküylü sosial hadisə sizin də məlumatınız olduğu kimi liseylərdən birində şagirdin öz müəllimini güllələməsi oldu. Birinci maraqlıdır, biz nə vaxt və niyə bu həddə gəlib çatdıq? O sözün doğrusu indi o məhz həmin hadisəni tətikləyən nə kimi məqamlar olub onu bilmirəm. Hər halda mən bilmirəm. Təbii indi incəliklərə varan insanlar mövcuddur. Amma eyni zamanda onu söyləməliyəm ki, biz uşaqlarımızı belə çıxır ki, nəzarətdə saxlaya bilmirik. Nə mənada nəzarətdə saxlaya bilmirik? O uşağın özünü aparması, nə bilim, çiyinə tüfəng alıb gəlməsi, yəni məcazi mənada deyirəm, amma tüfəng doğrudan da o çiyin çantasının içində idi. Müəlliməni vurması güllə ilə, yəni xanımı vurması ümumiyyətlə çatmır mənə. Amma nəysə indi bunu hansı bir şəxsi motivlərlə baş verdiyini düşünmək olardı. Amma söhbət ondan gedir ki, bu uşağın telefonu, kompüteri, yazışmaları, baxdığı, internetdə baxdığı şeyləri görəndə aydın olur ki, ümumiyyətlə tək o həmin uşağı demirəm, bizdə bütün gənc nəsil, ümumiyyətlə elə yaşlananları da, bax mən indi tutalım yolla gedirəm, küçəni, yolu keçənlər, hardasa səki ilə gedənlər, hamının telefonu əlindədir. Danışdı, danışmadı, hamısı belədir. Nə olub o insanlar? Bu telefon nə olan? Lazımdır, başa düşürük, müəyyən işlərimizi asanlaşdırır, tezləşdirir. Amma o telefonun içində yaşamaq olmaz. Və çox təəssüf ki, bizim uşaqlar, gənclər öz dünyalarını həmin o telefonun içində görürlər. Və məsələn, mən özümdən deyim, məsələn, məktəbə oxuyanda mənə tutalım Füzulini oxumaq lazım idi. Tutalım Süleyman Rəhimova, oradan bura keçdim. Nizami Gəncəvini proqramda olanları oxuyurdum. Amma əslində mənim əlimdən macəra ədəbiyyatı düşmürdü. Macəra ədəbiyyatında da qəhrəmanlar var idi. Tutalım Kapitan Blood, müsbət qəhrəmandır. Belə deyək, ədalətsizliyə qarşı döyüşür. Olsun Cumanın muşketörləri, olsun Mayn Ridin əsərləri, olsun elmi fantastika, nə bilim, Yefremovdur, Clifford saymakdır, müxtəlif yazıçılar və tutalım Hemingway'in özü olsun. Hemingway yəni biraz daha yaşlı devirdən danışıram. Orada həmişə ədalət uğrunda döyüşən bir müsbət qəhrəman var. Burada nə var? Burada oyunlara baxırsan, uşaqlar oynayır, atışma, nə bilim, kim tez kimi güllələdi, neynədi. Sonra baxırsan ki, nə bilim, hansısa, dünyanın hansı yerindəsə, kimsə kimisə güllələdi. Hər yerdə xəbərlərə baxırsan, nə bilim, orada dəniz quldurları gəldi. Ətrafda, nə bilim, İsrail-Amerika müharibəsi, Amerika deyirəm, İran
toqquşması oldu, müharibəsi oldu və s. və ilaxır. Və beləliklə də bütün auditoriya, bütün o cümlədən də gənc uşaqlar, bunların hamısı təcavüzə, belə deyək, mənfi şeylərə yüklənir və müsbət qəhrəman yoxdur. Məsələ bundadır. Müsbət qəhrəman olmalıdır, amma müsbət qəhrəman yoxdur. Ona görə də bizim uşaqlar indi bu ortalığa çıxan və çox mənfi bir haldır. Şagirdin müəllimi güllə ilə vurması. Amma əslində belə şeyləri biz, mənə elə gəlir ki, istərdim ki, belə şeylər təkrarlanmasın. Amma uşaqların beyni artıq pozulub. Bu mənada ki, bir çox valideynlər uşaq onun fikrini yayındırmasın, üzr istəyirəm ifadəmə görə, zəhləsin tökməsin deyə telefonu verir ona, uşaq da girir o telefonun içinə və ətraf mühit onu maraqlandırmır və valideyn də sakit deyir ki, nə gözəl, bəs uşağım mənə mane olmur. Həkim müəllim, əslində bizim məqsədimiz burada şəxsləşdirmək, günahkar axtarmaq deyil. Şagird günahkardır, yoxsa müəllim günahkardır. Söhbət ondan gedir ki, biz hardasa səhv eləmişik, ya evdə, ailədə səhv eləmişik, ya təhsil sistemində səhv eləmişik ki, belə bir mənzərənin üzbəüz qalmışıq. Yeri gəlmişkən bu hadisə baş verən günlərdə əsas tezislərdən biri o idi ki, əslində güllə müəllimə deyil, təhsil sistemimizə sıxıldı. Siz təhsil sistemimizə güllə sıxıldığını qəbul edirsinizmi? Aha. Bəs təhsil sistemimizin bu halı yetişdirdiyini düşünürsünüzmü? Təhsil sisteminin uşağın tərbiyəsinə təsiri var, amma əsas təsir deyil. Əsas təsir ailədəndir. Təhsil nədir? Təhsil, bizdə belə bir şey vardır. Bir var müəllim, bir də var pedaqoq. Pedaqoq həm təhsil verir, həm də tərbiyə eləyir. Bizdə pedaqoq deyilən şey çox azdır. Bizdə ən yaxşı halda təhsil verənlər var. Yəni, hansısa bilgiləri uşaqlara ötürənlər var. Ən böyük tərbiyə ailədir. Uşaq gördüyünü götürər. Uşaq ailədə hara gedirsən, nə edirsən, nə etmək istəyirsən et, amma o öz atasına baxacaq, anasına baxacaq, babasına baxacaq, nənəsinə baxacaq və damarında axan o genlərdən çox şey asılıdır. Təbii, mən demək istəmirəm ki, təhsilin, məktəbin heç bir buna təsiri yoxdur, var. Amma əsl məsələ evdir. Evdəki tərbiyədir, evdəki mühitdir. Əgər ata rüşvətxordursa, onun balası da rüşvətxor olacaq. Yox, əgər ata ədalətdən danışırsa, evdə mədəni bir mühit varsa, evdə öyrənməyə, biliyə yönəli bir aura yaradılıbsa, uşaq bu cür böyüyəcək. Və sonra indi məsələn belə məsələlər var ki, həmkarlar söylüyor ki, bəs Avropa Birliyində, Avropa Parlamentində bu dünyəvi bir prosesdir və problemdir ki, bəs sosial şəbəkələrdə çıxışı məhdudlaşdırmaq lazımdır balacalar üçün. Ola bilsin, mümkündür. Amma qadağalarla heç vaxt heç nə əldə eləmək olmur. Yəni, son nəticədə qadağan olunan şeyə doğru daha böyük həvəs yaranır. Burada mən belə düşünürəm ki, yenə də ailənin təsiri çox böyükdür. Nə mənada? Uşaqlarla məşğul olmaq lazımdır. Uşaqlarla demək, gəzintiyə çıxmaq lazımdır. Uşağı tutalım, teatra aparmaq lazımdır. Uşağı idmana aparmaq lazımdır.
uşağa xarici dillər öyrətmək lazımdır. Uşağa məsələn, nə bilim, astronomiyadan danışmaq lazımdır. Uşağa okeandan danışmaq lazımdır. Ətraf mühiti öyrətmək lazımdır. Uşağın əlindən tutub çiyninə çanta verib meşələrə, çöllərə getmək lazımdır. Bu hərəkat olarsa, təbii ki, texnologiyaların rolu böyükdür və indi süni zəka yaradılıb, onun vasitəsilə bir çox, belə deyək, peşələr gələcəkdə deyirlər ki, sıradan çıxacaq, yerinə yeniləri gələcək və bununla da bağlı olaraq biz eyni zamanda insanları təbiətdən uzaqlaşdırmamalıyıq, ətraf mühitdən uzaqlaşdırmamalıyıq. Məsələn, Herbert Wells'ın yenə də bu Zaman Maşını əsəri yadıma düşür. Orada belə bir şey vardı, Eloy və Morlocklar. Bu məsələni çox danışmışam, amma bundan qaçmaq istəyirəmsə, yenə də gəlir çıxır ora. Demək, cəmiyyət o qədər texnoloji cəhətdən inkişaf eləyir ki, belə deyək, ağ varatnişoklar deyirlər də, ağ yaxalıqlar əmələ gəlir. Bunlar o qədər fiziki əməkdən uzaqlaşırlar ki, özlərinə azuqa belə tapa bilmirlər. Bunların əvəzinə fiziki qara işlə məşğul olan Morlocklar olur. Bunlar yerin altında yaşayır. Eloyları, demək, yeməklə, yaşamla təmin eləyirlər. Amma gecələr yerin səthinə qalxır və həmin eloyları ovluyurlar, ovluyub yeyirlər. Yəni, bizim cəmiyyətdə indi hamı kompüterləşəcək, hamı, belə deyək, süni zəkanın arxasınca gedəcək, süni zəka bizim əvəzimizə düşünəcək, bizim əvəzimizə məsələləri həll eləyəcək və biz ümumiyyətlə, nətər deyim, heç indiki avtomobil sənayesinin inkişafına baxın. Avtomobillər o vəziyyətə gəlib ki, artıq biz maşını idarə eləməyəcəyik, oturacaq və maşın özü gedəcək. Və onda bizdə nə reaksiya qalacaq, nə məsafəni, ətrafı ölçmə qabiliyyəti qalacaq, nə düşünmək qabiliyyəti qalacaq və eyni zamanda da bu kiber aləmdə uşaqların beyinlərini də işğal eləyirlər, özü biz eləmirik. Başqa-başqa bu işdən böyük vəsait əldə edən, böyük məbləğlər əldə edən qlobal şirkətlər var. Bunlar bizim uşaqların beynini doldururlar. Bəli, ona görə uşaqlara sosial şəbəkələrə, belə deyək, qlobal şəbəkəyə girişi məhdudlaşdırmaqla yanaşı, uşaqların tərbiyəsindən ailə məşğul olmalıdır. Məsələn, indi gülməli gəlir, qərbdə atalar da, demək, uşağa baxmaq üçün məzuniyyətə çıxa bilir. Nə üçündür bu? Bu deməkdir ki, insan ailəsinə, evladının tərbiyəsinə daha çox zaman ayıra bilsin. Söhbət bundan gedir. Bizdə indi biraz buna, mənim özümdə də köhnə bir qəliblərlə belə bir şey var ki, bu analıq məzuniyyətini başa düşdük və bu ata niyə işləməsin? Bu da məzuniyyətə çıxır. Amma bunun da çox dərinə varanda başa düşürük ki, ailə, belə deyək, cəmiyyətin əsas ünsürü olduğuna görə ailə təsisatı dağıldıqda cəmiyyətdə də hərc-mərcilik yaranır. Nəticəsi də budur ki, uşaq çiyninə tüfəngi atır, gəlir müəlliməsini güllələyir. Yəni, uşaqların tərbiyəsinə ailə çox fikir verməlidir. Təbii məktəbin də, təhsil sisteminin də buna
aidiyyatı var, amma mən belə düşünürəm ki, əsas vəzifə ailədədir. Atalıq məzuniyyəti demişkən, o da bu gerçəkliklə qəbul olunur ki, övladın formalaşmasında daha çox atanın rolu önəmlidir. Müəyyən müddətdən sonra daha doğrusu o uşaq ki, çağalıq devrindən çıxır, yəni analıq məqamları azaldıqca əsas belə deyək, ailənin başçısı deyək, indi düzdür, o belə deyək, silinməkdədir. Amma hər halda ata hələ də ailənin başçısı sayılan bir məqamdır. Ona görə ataya ehtiyac var, uşaq tədricən böyüdükcə. Çünki çiyninə o çantanı atıb çölə gedən adam güclü olmalıdır, atadır. Təbii ana da qoşulmalıdır, bu ailə sistemi belə qurulmalıdır. Yer gəlmişkən, Elçin müəllim, məlum şagirdin sosial şəbəkələrdə paylaşımları üzə çıxdı. Bu günlərdə TikTok, səhv eləmirəmsə, platformasında onun daha çox paylaşımları nədən ibarət imiş? Mən həmin şəxsin təbliğ olmasın deyə adını açıqlamayacağam. Vaxtilə Rusiyada məktəblərin birində böyük bir cinayət törətmiş şəxs, sən demə bu şagirdin kumiri imiş. Daha çox ondan paylaşımlar edirmiş, ona özənirmiş. Yəni bu ona oxşamaq sindromu sayıla bilər. Bu faktda sizin ailə tərbiyəsi fikrinizi bir daha isbat edir. Çünki onun paylaşımlarını təhsil yox, ailə nəzarətdə saxlamalı idi. Burada söhbət məhz ondan gedir ki, bu uşağın başında duran olmayıb, valideyn olmayıb. Ya atası buna fikir verməyib, indi yəqin işləyib, ya neyniyib bilmirəm. Səhərdən axşamacan işdə olub. Anasının imkanı olmayıb. Hər halda bu uşağın ailədə kumiri olmayıb. Ailədə kumiri olsaydı, o hansısa bir Rus sarsağını özünə kumir seçməzdi. Problem bundadır. Ailədə gərək uşağın kumiri olsun. Yəni, baxıb öyrənəcəyi bir adam olsun. O da valideyndir. Valideyn bu işin öhdəsindən gəlmirsə, onda var bizim halımıza. Ola bilsin məktəbdə hansısa bir güclü müəllim olsun, pedaqoq olsun, uşaqları özünə cəlb eləyə bilsin. O bir başqa məsələ. O, demək, üstəgəl evdəki valideynin köməyidir. Ancaq yardımcı ola bilər müəllim. Məktəbdə olsun da 6 saat, 8 saat. Yerdə qalan bütün müddəti evdir. Evdədir, evdəki məişətdir, evdəki davranış. Uşaq buna baxır və kumiri evdən seçir. Təbii ki, hər bir uşağın kumiri onun valideynidir. Əsas da indi bizim cəmiyyətdə hər halda ata olur. Siz bayaq uşaqlıqda oxuduğunuz kitablardan danışdınız, orada özünüz üçün qəhrəman obrazlar gördüyünüzdən danışdınız. Heç bir halda kitab uşağa ziyan verə bilməz. Çünki kitab süzülüb gəlir, müəyyən aşınmalardan keçir ki, orada mənfi təbliğat nüansları ola bilməz. Amma sosial şəbəkəyə nəzarət eləmək olmur. Sosial şəbəkəni istər məhdudlaşdırsınlar, istər hansısa VPN proqramlarından giriş olsun, bir yol tapıb uşaq orada daxil olacaq. Necə qaytaraq uşaqları kitaba? Yenə də evdir. Ev. Evdir. Evdəki tərbiyədir, ailədir. Başqa cür mümkün deyil. Həm də məktəbdə də təbliğ də olunmalıdır belə şeylər. Yəni, bilirsiniz, ətraf, necə deyim sizə, qlobal şəbəkə yaxşı şeydir. Dünyanın hər yerindən xəbər tutursan, istədiyin məlumatı tezcə ala bilirsən, bunlar bir başqa şeydir. O, informasiya daşıyıcısı və ünsiyyət platforması kimi çox gözəl bir şeydir. Amma sadəcə olaraq balaca uşağın, təsəvvür eləyin ki, balaca uşağın əlinə qumbara veribsən. O qumbaranın nə olduğunu bilmir, baxır, nə maraqlı şeydir, amma onun o halqasından
dartanda, halqasından dartanda demək bunun partlayacağını bilmir. Yəni belə şeyləri nəzərə almaq lazımdır və ona görə yenə də ailədir, ailədəki tərbiyədir. Uşağı kitaba kim qaytara bilər? Məsələn, bir reklam var idi, qəzet reklamı idi, bir 20-25 ilin söhbətidir. Fransız reklamı idi, uşaq yatmağa gəlir və birdən atası gəlir uşağa nə bilim indi gecən xeyrə qalsın deməyə. Uşaq atasını görür və qışqırır ki, ana burada bir tanımadığım əmi gəlib mənim otağıma. Və atası qəzeti qaldırır, tutur üzünə, bilmirəm indi humanitedir, nədir? Və uşaq deyir, ana bu mənim atam imiş. Yəni burada qəzetin reklamını eləyirlər ki, ata həmişə qəzet oxuyub, uşaq bu atanın üzünü görməyib, amma qəzetin başlığını görür. Burada da əgər uşaq görsə ki, ata kitab oxuyur, baba kitab oxuyur, nə bilim, nənə kitab oxuyur, bu yatanda buna nağıl oxuyurlar. Onda bu uşaq başa düşəcək ki, hə, kitab yaxşı şeydir və kitaba baxmaq lazımdır. Peki, belə statistika var ki, Türk Dövlətləri Təşkilatı içərisində ən çox oxuma, yazma Azərbaycanda mövcuddur. Belə bir statistika var. Hər halda bəlkə də nöqsanlı statistikadır. Maraqlı nədir? Orada bizim həmin statistikada göstərilir ki, 90%-dən yuxarı Azərbaycan əhalisinin 90%-dən çoxu oxuma, yazma qabiliyyətlidir. Hə, oxuma, yazma qabiliyyətli. Bəli, yəni oxumuş, yazmış, ən azı məktəbə getmiş, belə deyək. Yəni təhsilli adam. Bəli, təəhsilli. Amma sizin fikrinizcə burada bizdə onda belə çıxırmı ki, boşluq təhsildə deyil, təlim və tərbiyədədir? Yəni bugünkü reallığı görəndə. Yəni oxuyur, məktəbə gedir, məktəbin qapısını açır, parta arxasında oxuyur, oturur. Mən bayaq dedim, axı, bir var müəllim, bir var pedaqoq. Pedaqoq təlim, tərbiyə demək, təhsil verir, təlim verir, təlim keçir, təlim edir və tərbiyə edir. Bu üç məfhumu özündə birləşdirə bilən müəllimlər, yəni müəllimlərin heç də hamısı pedaqoq ola bilmir. Həm də bir məqam var da, tutalım sinifdə, bizim sinifdə 56 şagird var idi. Bu müəllim yazıq 56 şagirdə necə çatdırsın özünü? Yox, mürəkkəb şeydir. Ona görə sinifdə maksimum olmalıdır 20 uşaq. Xüsusən də yuxarı siniflərdə ki, hər uşaqla fərdi şəkildə həm çalışmaq mümkün olsun təhsil, təlim nöqteyi nəzərindən, həm də elə olsun ki, uşaq pedaqoqdursa müəllim, uşaq dərdini müəllimə deyə bilsin. Bir var müəllimə, pedaqoqa, əgər o pedaqoqdursa deyir və sualların çoxsuna cavabını alır və bir də bir şey var da, indi müəyyən ailələr ola bilsin ki, necə deyim, çörək dalınca gedirlər, işləyirlər, ağır fiziki əməklə məşğul olurlar və tutalım müəllimin astrofizika, fizika, nə bilim, riyaziyyat sahəsində uşağa deyə biləcəyini o valideyni bilmir. Mən məsələn uşağıma fizikadan yaxud riyaziyyatdan heç nə deyənmərəm. Deyə bilərəm, edəm 2 vur 2 neçə eləyir, o da hələ mübahisəlidir. 4 mi eləyir, 5 mi eləyir. Amma müəllim bunu izah eləyə bilər və uşağı yönləndirə bilər. Valideyn heç də həmişə bu yəni təhsil səviyyəsi ona imkan verməyə bilər. Eyni zamanda ona görə də, amma eyni zamanda uşaq valideynin necə yaşadığını görəndə təbii yaşam tərzi onu göstərir. Belədir. Ümid eləyək ki, sizinlə növbəti söhbətimiz daha xoş notlar üzərində qurulacaq. Təşəkkür edirəm suallarınıza və dəvətə görə.